A'nın və B'nin sonuncu dəyərləri müvafiq olaraq -14 və 28-dir. Deməli belə çıxır ki, A-nın bu sonuncu qiyməti ki var burada, bu bizə verir -14-ü, B-nin də qiyməti sonuncu 28-dir. Biz buradan yola çıxaraq A-nın və B-nin ilkin qiymətlərini müəyyənləşdirməliyik. Bu da bizə deməyə əsas verir ki, biz aşağıdan yuxarıya yavaş-yavaş qalxmalıyıq. Onda qeyd edirik, -14 bərabərdir A-nın əvvəlki qiyməti, yəni A0 deyək buna, plus, üzrə minus B, yəni B-nin son qiyməti 28. Belə çıxır ki, A-nın əvvəlki qiyməti də elə müsbət 14 imiş. Adi hesablamada da A-nı müsbət 14 kimi tapırsan. A qalsın bir kənarda. Onsuz tapdıq onu. Biz indi B-nin əvvəlki qiymətini tapmaq üçün mübarizə aparırıq. B-nin son qiyməti olan 28 bərabərdir B-nin əvvəlki qiyməti olan B0 bölünəcə 4. Sən demə B-nin bundan bir əvvəlki qiyməti, tam B0 deməyək buna. Çünki B bir dəfə də burada dəyişib. Ona görə B0 əvəzinə B əvvəlki yazsaq daha məsləhət olar. B əvvəlki qiyməti bərabərdir 112-yə. Doğru oldu? Deməli, bizim tapdığımız 112 harada yazılmalıdır? Burada yazılmalıdır. Düzdür? Amma biz hansını axtarırıq? Bu B-ni axtarırıq. Deməli, yazırıq 112 bərabərdir A, yəni 14, dəyişməyib ki. Vur B plus 2. Burada da 112 ilə 14-ü ixtisar eləməliyik. Səhv etmirəmsə 8 eləyir. 8 eləməlidir ixtisar aparanda. 8 bərabərdir B, B0 yəni plus 2. Belə çıxır ki, B0 yəni B-nin ən ilkin qiyməti də 6 imiş. B-nin qiyməti 6, A-nın ilkin qiyməti 14. Burada bizdən həmin qiymətlərin fərqini soruşur. Deməli, 14-dən 6-nı çıxmalı və 8-i cavab kimi bildirməliyik.